Əbülfət Rızayevə yüzlərlə mail, e-mail göndərmişəm. Yazılı 3 fərqli illərdə məktub yazmışam, heç tədbir görülmür. Vəzifələrindən sui-istifadə edərək Baş Əməliyyatçı İbrahimdir, Kənan Hacıyevdir, bizim dəyərli nazirimiz Vilayət Eyvazov müavinidir, hansı ki Kənan Hacıyevin yaxınıdır, cinsi azlıq nümayəndəsidir. Hansı ki həmin video görüntülər də məndə var. YouTube kanalında paylaşmışam, necə vəzifəsindən sui-istifadə edərək övladının daxil olduğu Azərbaycan dövlətinin əleyhinə formalaşmış cinayətkar dəstənin izini itirməyə çalışır. Məsələn, həmən şəxslər idi ki, bizim dəyərli nazirimiz Vilayət Eyvazova şərlər, böhtanlar atırdılar. Həmən şəxsdir ki, cinayətkar dəstənin başçılarından biri Qalib Salasadədir. Hansı ki, öz növbəsində öz oğlunun Küdaxanı cəzaçəkmə müəssisəsinə yeridə bilmək üçün hətta bizim ulu öndərimizə də şərlər, böhtanlar atıb. Yəni, bu cinayətkar dəstə çox şaxəli bir istiqamətdə hərəkət edən və formalaşmış bir dəstə idi. Sistem əslində çox sadədir. Misal üçün, şikayət gedir prezident aparatına. Prezident aparatında həmən cinayətkar dəstənin havadarlarından biri oturub. Polkovnik vəzifəsindədir. Qardaşının adı Nazimdir, narkomandır. Yaşayır 5 mərtəbə arasında anasının bir yerdə. Şikayət gedir Daxili İşlər Nazirliyinə. Bizim bu dəyərli nazirimizin müavini, hansı ki daimi olaraq blogerlərlə işləyir və Kənan Hacıyevin çox da belə, necə deyərlər, yaxınıdır, əzizidir, havadardır. Öz övladının həmən cinayətkar dəstəyə daxil olduğuna görə şikayətlərin qarşısını alır. Şikayət gedir banditizmə. Banditizmin özləri vəzifələrindən sui-istifadə edərək bu cinayətkar dəstəni yaratdıqlarına görə heç bir tədbir görülmür. Şikayət gedir Müdafiə Nazirliyinə. Müdafiə Nazirliyində oturub Baş Əməliyyatçı İbrahimin atası, əsas havadar və dövlətin əleyhinə yaradılmış bu cinayətkar dəstənin əsas yaradıcılarından. Şikayət gedir Dövlət Təhqiqat Xidmətinə, TTX-ya. Orada isə oturub Altavə ərazisində yaşayan bir şəxs, hansı ki Əl-Hüseyn Salasadəyə yardım və dəstək durmuşdu. Məhz bu şəxslər idi ki, məni öz Azərbaycan dövlətinin əleyhinə formalaşdığı cinayətkar dəstələrinə üzv eləmək istəyirdilər və görəndə ki, mən Azərbaycan dövlətinin əleyhinə deyiləm, tam əksinə əleyhinəyəm. Məni 2020-ci ildə dəlixanaya basdılar ki, öz törətdiyi cinayətlər örtbasdır olunsun. Digər adlar da var. 2016-cı ildə Küdaxanı cəzaçəkmə müəssisəsinin rəisi var, Gürcüstanlıdır. Bunların cinayəti izah edən, narkotik satışlarını izah edən şəxs isə Bəhəddin adlı keçmiş Zaşiqalovun qohumudur. Əfsuslar olsun, çox əfsuslar olsun ki, çox əfsuslar olsun ki, bildirmək istədim. Səs yazım yarımçı qaldı. Sizdə vaxt məhdudiyyəti həddindən artıq az olduğuna görə mən ətraflı olaraq fikrimi sizə izah edə bilmirəm. Sistem çox sadədir. Məsəl üçün, Bandatdel əməkdaşları Kənan Hacıyevdir, Baş Əməliyyatçı İbrahimdir, onların əlbir olan digər əməkdaşlardırlar. Daimi olaraq, yəni şikayət qarşısını almaq üçün telefon zənglərinə daimi olaraq qulaq asa bildiklərinə görə, TTX ilə əlbir olduqlarına görə daimi olaraq sizi aldadırdılar 2019-2021-ci illərdə. Məni durmadan dəli kimi qələmə verməklə öz Azərbaycan hökumətinə, dövlətinə və prezidentinə qarşı yaratdıqları və törətdikləri cinayətləri gizlətmək məqsədi ilə sizi aldadırdılar, yüksək xidmətin əməkdaşlarını aldadırdılar. Paralel olaraq Vilayət Cənab Nazir, General Polkovnik Eyvazovun müavini, General Polkovnik Vilayət Eyvazovu aldadırdı. Paralel olaraq banditizm əməkdaşları Dövlət Təhqiqat Xidmətinin Vahabi əməkdaşları ilə əlbir olaraq aldadırdı öz rəislərini, General Rızayevi aldadırdı ki, Azərbaycan hökumətinə qarşı yaratdıqları, bu dövlət əleyhinə formalaşdırdıqları çox şaxəli cinayətkar dəstənin törətdiyi cinayətlərin izi itirsin və bu cinayətkar dəstə barədə heç kimin məlumatı olmasın. Və son bütün saxta sənədlər hamısı General Əbülfət Rızayevin adından çıxarılmışdı. Artıq ikinci dəfədir ki, mənə Əbülfət Rızayevin adından saxta bir sənəd verildi. Baş Kibey Cinayətçilərin Mübarizə İdarəsi deyilən bir idarə ümumiyyətlə yoxdur. Olsaydı Daxili İşlər Nazirliyinin saytında həmən idarə qeyd olunardı. Prezident aparatı yaratdılar yalandan. Köhnə bu erməni qəbristanlığı istiqamətində. Adından nömrəsini qoydular 1111. Bunun arxasında yenə durur prezident aparatının əməkdaşı, narkotacir, Nazimin qardaşı Polkovnik vəzifəsində, Nara Paşayev adı və s. ilə.
Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Vahabidir. Alatav ərazisində yaşayırdı. Bundan da əvvəl qeyd elədiyim kimi 2012-13-cü illərdə mən bir sosial statusu aşağı olan bir xanımla əlaqəm olub, danışmışam. Böyük ehtimal bu onun həyat yoldaşı olub və mənə çox nəlaiq və çirkin şəkillər də göndərirdi və mənə bildirirdi ki, əri xüsusi xidmət orqan əməkdaşıdır və impotensiyadan əziyyət çəkir. Bu barədə mən daha əvvəllərdə məlumat vermişəm. Yəni bu şəxslər Azərbaycan xalqına qarşıdırlar. Bu şəxslər Azərbaycanın düşmənləridirlər. Və bunların əsas cinayətləri narkotik alveridir, pnevmat travmat silahlarının satışı idi. Daha əvvəllər adını qeyd elədiyim cücü ləqəbli bir şəxsin əli ilə satırdılar. Əsas cinayətləri kiber cinayətkarlığı idi. Hansılar ki vəzifələrindən sui-istifadə eləyərək bütün sosial şəbəkələrə müdaxilə etməklə öz çirkin əməllərini həyata keçirirdilər. Heç bir tədbir görülməyib, heç kim həbs olunmayıb, heç kimdən izahat belə. Bank dələduzluğunun, Azərpost dələduzluğunun, hansı ki məhz bu dələduzluqlar 2022-ci ilə qədər davam edirdi, onların sxemini izah edirəm. Bankda olan, Kapital Bankda olan tanışlarının əli ilə bank hesablarının siyahısı görülür, məbləğlər görülür, kimin hesabında nə qədər pul var görülür. Görüldükdən sonra bankın işçisi, bankın əməkdaşı pulu göndərir, pul daha doğrusu mobil nömrəni verir xakerlərə, Kənan Hacıyev, nə bilim, Başamedov və s. Bu digər Cavid var, NZS-in direktorunun oğlu Emildir, Yeni Yasamalda yaşayan və s. Bu metodla bu cinayətkar dəstə mobil nömrə əsnasında öz qurbanlarının sosial şəbəkələrini ifşa eləyə bilirlər, tapırlar. Əksər hallarda 90% ehtimalla bir vətəndaşın, hər bir vətəndaşın öz şəxsi nömrəsi bütün sosial şəbəkələrə bağlı olduğuna görə onların sosial şəbəkəsini tapmaq da çox, amma çox asandır. Sosial şəbəkələr təyin edildikdən sonra xaricdə əlbir olduqları vətəndaşların köməkliyi vasitəsilə və Kənan Hacıyevdir, DTX-də oturan bu Vahabidir, bunun köməyinin əli ilə sosial şəbəkələrə olunur müdaxilə. İstədikləri proqram təminatını göndərə bilirlər. Hansı ki, mən bunu da sübut olaraq mən YouTube-da paylaşım etmişəm. Vətəndaş məlumatları əsnasında əldə edildikdən sonra sosial şəbəkələr təyin edilir, qondarma yalançı proqram təminatları sosial şəbəkələrə yeridilir və qurbanların hesabından pullar çıxılır. Əsas bu deyil problem. Qurban, zərər çəkmiş şəxslər pulları itirildikdən sonra gedir pullar xarici vətəndaşlara. Düzdürmü? Azərbaycan necə qayıdır? Çox sadə bir metodla. Azərbaycana qayıdan pullar bu dəqiqə bizdə ən böyük bəla problem olan qumar oyunları vasitəsilə bu şərəfsizlərin, alçaqların qayıdır cibinə. Və sistem əslində bu qədər çox sadədir. Həmçinin olsun tələbə bal artımı, hansı ki 200 bala qədər artırırdılar. Həmən xanım yaşayır Sovetski ərazisində və DİM-in Dövlət İmtahan Mərkəzinin əməkdaşıdır. Orada iş çalışır. Onun da oğlu narkomandır. O da narkomanla məşğul Sovetski ərazisində yaşayırlar. Və bu adamlar təxribatçı mövqeyə və bir çox cinayətləri həyata keçirə bilsinlər deyə məhz narkomanlardan istifadə edirlər.